adınızı, ata adınızı və ya soyadınızı dəyişmək istəyirsinizsə, bunun üçün ərizə ilə müraciət etməlisiniz. Müraciət zamanı doğum haqqında şəhadətnamənizi təqdim etməlisiniz. Əgər nikahtasınızsa, nikah haqqında şəhadətnamə, boşanmısınızsa, nikahın pozulması haqqında şəhadətnamə tələb olunur. Yetkinlik yaşına çatmayan övladlarınız varsa, onların doğum haqqında şəhadətnamələri də təqdim etməlisiniz. Bundan əlavə, şəxsiyyət vəsiqənizin notariat qaydasında təsdiq edilmiş surəti, hərbi vəsiqənizin və ya hərbi biletinizin notariat qaydasında təsdiq edilmiş surəti, 3/4 ölçüdə 2 ədəd fotoşəkil və dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd də lazımdır. Müraciəti şəxsən özünüz və ya notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında nümayəndəniz edə bilər. Xidmət üçün dövlət rüsumu 15 manatdır.